Değerli izleyiciler, hamı salamlayıram. Bu da növbəti gün, növbəti tıraş videomuz, növbəti rakursdan çəkirəm, görək necə alınır, müxtəlif eksperimentlər aparıram. İndi yəni çox yaxınam ya, bilmirəm, görək necə olacaq bizim videomuz. Deməli, növbəti videomuz və növbəti video icmal, tıraş icmal olacaq. Deməli, fırça olaraq olacaq belə Omega fırçamız. Deməli, çox gözəl bir fırçadır. Prorasa fırça, hansı ki Omega şirkəti prorasa üçün istehsal edir. Donuz qılınandır, çox qəşəng bir fırçadır. Davam edirik. Sabun olaraq olacaq, deməli, Zingeri Mən adlı müəssisəyə aid olan sabundur. Çox hörmətli Vasifə bizə göndərib. İcmal üçün, test üçün, dənələmək üçün çox böyük təşəkkürlər və atəşli salam var Vasif abiyə. Budur sabunumuz. Deməli, sabunun adı The Brewery Tropical Fruit. Budur. Deməli, burada bilmirəm. Muskda yazılıb bu yəqin qoxu haqqıdadır, amma burada daha çox meyvələr, burada şəkildə olan kimi meyvələrin qoxusudur. Performansı necə olacaq bilmirəm yoldaşlar, yəni yalancı çıxaram. Heç bir dəfə də olsun istifadə etməmişəm. Çox qəşəng qoxu var. Heç bilmədim bunun deməli tərkibinə baxıq. Siz görəcəksiniz ya yox, onu dəqiq bilməm, amma yenə də görsədim. Bir şey görə bilsəz, mənə də deyərsiniz. Mən isə öz növbədə çalışın burada nəyisə oxuyum bunun üstündən. Tak, aha, artıq bif talov görürəm, yəni heyvan yağındandır. Sonu nə? Eynəklərimi çıxardım. Buti, Rosperium, nə, Barkeri, Shea Butter. Bir sözlə heyvan yağındandır, yəni vegan sabun deyil. Bunu mən qaşıqla bir miqdar götürüb yapışdıracağım qabın dibinə, budur. Ben götürdük. Çox qəşəng qoxu var. Biraz da götürüm. Harcı bir bu qədər alındı, kifayət qədərdir. Bunu biz yapışdırırıq bizim qabımızın dibinə. Tez bir zamanda budur qabımız. Vay be. Köhnədən qalıqlar da qalıb burada. Buradan ala bulabilir. Yapıştırdık. Budur. Tez bir zamanda bunun üstüne biraz su da alaq. Ki biraz yumuşalsın. Elə sabunumuz hazır. Qapağını bağlayırıq. Bir daha təşəkkürüm bildirirəm Vasif abiyə ki göndərib bizə. Bu günlər battle olacaq face to face, side by side deyək, necə deyək. Bu təklifi mənə deməli etdi Orxan abi. Orxana görə böyük təşəkkürlər. Deməli növbəti iştirakçılarımız sabunu dedim, fırçanı dedim və Arko Aftershave. Çox sağ olsun Orxan abi təqdim elədi. Bir neçə Arko biri də var. Bunun növbəti videoda test edərik. Bu dəfə isə bu göy rəngində belə bir Arko. Çox klasik bir qoxu var. Çox klasik. Görək sonda nəticə olaraq nə olacaq. Üstə gəl, çox güman ki bu yaxınlarda o ki hələ də məndədir. Deməli Lambda Afina yox, Ares. Onu da battle olaraq yəni test edəcəm. Bugünkü sahibkarlar olacaqlar yoldaşlar. Sağ əlimdə deməli Müller Roka orijinal və Game Changer 84 plitə ilə, yəni qəpi 84-dür. Bu iki üz qırxana deməli tiyə olaraq istifadə olunacaq bunlarda. Vizamed Iridium Super Extra Stainless Blade. Görün, baxın, nə uzun belə bir adı var. Budur, cəmi bu qutuda məndə 2 ədəd qalıb. Bunlar da təzə. Bunları tez bir zamanda çıxardıb yerləşdirək bu üz qırxanları. Mülleni sökürük.
4 nöqtə yapışkan var burada. Nizamet tiyələrlə budur. Yerləşdi bizim Mülliyə. Çox üzürlü sayın. Kaş bu prosesləri kamera önündə yox, kamera arxasında edərdim, amma neyniyək. Budur. Hər iki tərəfdən eyni qədər çıxıntısı var. Növbəti tiyəmiz. Budur tiyəmiz. Amma 140-anı biz sökməmişik. Tez bir zamanda bunu sökək. Axırda mən əllərimi kəsəcəyəm. Budur. Burada deməli özəlliyi var Game Changer'da. Burada tiyə yerləşdirilir birinci plitənin üstünə. Qapağa yox, plitəyə yerləşdirilir. Budur. Digər tərəfdən isə biz üst qapağı bağlayırıq. Və burada bir dənə şayba da var. Bunu da keçirtdik. Belə və sıxırıq. Deməli, bunun sapı Game Changer'in HD adlı Heavy Duty. Budur. Həmçinin təxmini eyni belə deyək, çəkidə, yəni performans çəkisində olan 240-andır. Görək necə olacaq batılımız. Sağ tərəfi deməli Mülli ilə qırxacağım, sol tərəfi isə Game Changer'la. Budur bizim fırçamız. Fırçanı biz sudan azad edirik, çünki artıq su almışıq sabunun üstünə və çalışaq burada nə varsa bundan bir köpük yaradaq. Köpüğümüz hazır. Tez bir zamanda üzümü yemlem edip qaydıram. Və yoldaşlar, başlayarıq. Birinci pərdə 3 günlük saqqal, deməli böyümə istiqamətdə vizamet tiyələr birinci istifadədə. Başlayaq. Budur yoldaşlar, deməli Müller Rocca ilə sağ tərəfimizi qırxdıq. Tez bir zamanda biz bunu yaxalayıb keçirik Game Changer'a. Burada qeyd etmək istəyirdim ki, o ki saqqal kifayət qədər mənim üçün, yəni ki 3 gün çoxdur və saqqal uzun idi, biraz dartma kimi hiss olunurdu Müller Rocca'da.
Və indi keçirik deməli bizim Game Changer'a. Görək Game Changer nə kimi performans göstərəcək yoldaşlar. Buranı kəsdim. Yəni var idisə bilmirəm, onu kəsdim. Biraz qanayıb. Nə deyə bilərəm? Hal-hazırda məndə olan fikir nədir? Game Changer daha komfortludur. Yəni ki, dartma falan heç də hiss olunmadı. Yəni yağ kimi getdi. Hətta siz belə deyək, o qırxmanın sürətindən də hiss edəsiniz. Əgər Müller Roka-nın belə nə zamanda qırxdım və Game Changer 84-lə nə zamanda qırxdım, ondan artıq hiss edə bilərsiniz ki, Game Changer'ın performansı daha yuxarı oldu. Yəni komfortludur, mənim xoşuma gəldi. Davam edirik. Və budur yoldaşlar, böyümənin əksinə ikinci pərdə Müller Roka Vizamet birinci istifadə. Boğazımı çox qəşəng kəsdim yoldaşlar. Çox güman ki, o belə deyək, hansısa dığırlıqdır ya nəsə çıxmışdı belə deyək. Davam edirik. Kəsdim. Buranı özüm kəsdim yoldaşlar. Hiss elədim. Bu qədər tıraş sona yetdi. Tez bir zamanda yoxlayın. Hansı tərəf necə alındı bizdə? Ne var ki eynidir. Bura problemli yerlərində tez bir zamanda bura.
hazırdır. Mən tez bir zamanda bu qanayan yerə ya çapdaşı vurmalıyam yoldaşlar. Çünki bunu ya birbaşa kəsib tez bir zamanda deməli bizdə nə var ha? Deməli Prarasodan belə bir dənə gel kimi bir şey var. Bunu deməli bu kəsilən yerə biz biraz bərkiyibdir. Bu qədər mənə gəlir ki, bəsdir ucunda. Buraları da bırak. Və artıq mənim fikirlərim var, artıq bilirəm hansı 140-an necə qırxıb və fikirlər çox güman ki, artıq siz də hiss elədiniz. Tez bir zamanda üzümü sərin suyla yaxalayıb qaydırım yanınıza. Yoldaşlar, davam edirik. Deməli, avtoşevimiz Arko tıraş kolonyası Cool. Avtoşev Collagen. 7 manat qiyməti var. Budur. Qoyuruq qırağa. Biraz yağlı kimidir. Alkoqolu yoxdur. Buralarda hiss olunur. Avtoşev bir de biraz buralarda. Ama yani ki böyle gıcıqlandırma falan yoktu ama hiss olunur. Budur. Çok qəşəng tıraş alındı. Təmiz bir BS olmasa da DFS plus belə bir tıraş alındı. Avtoşevin qoxusu və ümumilikdə performansı çox xoşuma gəldi. Biraz üzüm yapışır, yəqin qulluq edici nəysə var üzə qarşı. Yəni ki, görək mən eynəklərimi keçirdim gözümə, görək qanaxmalar dayanıb yoxsa canlanıb. Yox, canlanma yoxdur. Görünən odur ki, burada bir çox belə deyək çapıq var idi, amma görünən odur ki, artıq demək olar ki, yox səviyyəsindədir. Bu kəsdiyim yerdə də bircə qırmızı nöqtə kimi nəysə var. Görünən odur ki, o Prarasanın özəl belə deyək o çapıqlara qarşı olan gel kimi olan maddə kömək eləyir. Deməli bir marketdə köhnə Omiko Marketplace-dən deməli əldə etmişəm. Bizim fırça və sabun. Çox qəşəng qoxusu var yoldaşlar bu sabunun. Meyvə belə çox qəşəng bir super bir qoxu var. Təbii meyvələrin qoxusudur. Çox güman ki, həmin bu ananasdır filan bu şəkildə olan deməli meyvələrin qoxusudur. Sabun özü deməli çox güman ki, mən düzgün ardıcıllıq etmədim. Gərək o su almışdım üstünə, onu yəni süzərdim, çıxardardım bu qabdan. Birinci yığardım fırçaya, deməli sabunu. Ondan sonra asta lazım olduqca suyu əlavə eləyərdim. Neyək? Amma yenə də pis alınmayıb. Yəni performansı çox gözəl idi. Deməli köpüyün, bu sabunun çox xoşuma gəldi. Praraso donuz çox üzr istəyirəm. Donuz fırça haqqında nə deyə bilərəm? Yoldaşlar, kifayət qədər tez bir zamanda köpük yaratdı. Təbii qıllara xas olan xasiyyətdə, amma biraz sürəti daha sürətli oldu. Üstəgəl, bizdə Bakıda mən bunu və birinci qıldı mən gördüyüm bunun üstündən töküldü bugünkü performansda. Deməli, bunu mən almışam hardansa xaricdən yox, bizdə Bakıda deməli bir market yaxud Omiko keçmiş
marketdən. Orada deməli endirimdə 19 manata idi, neçə idi? Proraso fırçadır. Deməli bu videonun altında deməli keçid çalışaram saxlayım. Əgər qalıbsa satışda. Adətən 20 neçə manatadır, endirimdə 19 manat aldım. Əgər kimsə haçansa bunu təcrübədən keçirtmək istəyirsə ki, təbii qıldan, donuz qıldan olan fırçanı, yəni ki, öz qiymətinə görə performansı kifayət qədər yaxşıdır. Yəni yoldaşlar, pis deyil. Xoşuma gəldi. Bunu qoyub qırağa. Heç vaxtda peşmançılıq yəni hissini çəkmirəm ki, Aydın'a görə aldım. Çox gözəl fırçadır, performansı çox gözəldir, qiyməti də yəni münasibdir, belə deyək. Bu bizim sabun və fırça haqqında danışdım. Sabun qoxusu mükəmməl, performansı da pis deyil. Amma biraz da yaxşı ola bilərdi. Çox gözəl qoxu var, çox gözəl. Çox təəssüflər olsun ki, bunun aftershave-i əldə etmədik. Yenə də çox sağ olsun Vasif abi, çox sağ olsun. Çox böyük təşəkkürlər sabuna görə. Çox razıyam. Çox sevindirici haldır. Həddindən artıq çox sevindirici haldır. Və bizim aftershave haqqında bir söz deyə bilmərəm. Niyə? Çünki bir çoxlarınız çox güman ki, məndən öncə artıq istifadə ediblər. Klasik deməli Arko göy rəngində qul yazılıb, amma qul bir şey hiss etmədim. Misal üçün, əgər biz deməli klasik Proraso belə yaşıl aftershave ilə bu aftershave ilə bunu müqayisə etsək, yəni ümumiyyətlə yəni burada heç nə yoxdur, yəni qul. Belə Arkonu qoyuruq qırağa. Və bizim əsas səbəbkarlar Vizamel tiyələrlə olan bu iki 140-an. Gördünüz, burada bir çox çapıq saldı, amma yəni ki, inanın ki, bu kimi yerlərdə çapıq salmaq ehtimalı çox böyükdür. Niyə? Dığır-dığırdır dəri, üstə gəl ən çox tərliyən və belə köynəklərlə təmasda olan bir yerdir. Bir çox belə deyək də, qıcıqlanmalar falan belə çıxır. Üstündən gedəndə təbii ki, kəsiləcək. Yəni, burada bir şey yoxdur. Amma ümumi, belə deyək, həm tiyə hiss olunurdu üzdə, həm birinci pərdədə sanki belə deyək də, biraz kəsməyən kimi, dartınmaq kimi belə bir şey var idi. Yəni, taktil, belə deyək, hiss etmə var idi. Amma o demək deyil ki, ay, qırxmaq olmur falan. Çox cüzi taktil hiss etdirir özünü. Deməli, Müller Rokka'da, bu tıraşda. Ümumilikdə belə götürəndə hər iki tərəf eyni vəziyyətdə qırxılıb. Yəni, deyəsən ki, haradasa biraz çoxdur, biraz azdır. Yox, təxmini eyni performans göstərdilər hər iki 140-a. Azca elə bil ki, həm sürət cəhətindən gördünüz ki, mən sürəti çoxaltmışdım. Bilmirəm niyə görə, çox güman ki, artıq gecə saatlardır və tez bir zamanda gedib yatmaq istəyirəm. Bəlkə də ona görə bir sözlə gördüyünüz kimi biraz sürət aşağıdır bunda. Düşünürəm ki, sapına görədir, sapının dizaynında biraz işləmək var. Bu mənim şəxsi fikirlərimdir. Ola bilsin ki, kimsə istifadə etdi, ümumiyyətlə dedi ki, yox, bundan mükəmməli yoxdur, ola bilər. Yaxud tərsinə kimsə istifadə edər, deyər ki, yox, bu tullanası bir şeydir, yox. Performansı ümumiyyətlə Müller Rokka'nın xoşuma gəlir. Tiyəni seçmək lazımdır, yəni düzgün tiyəni. Görünən odur ki, Vizamel biraz burada özünü belə bir yaxşı tərəfdən göstərmir. Mən biraz bu, belə deyək, orta aqressiyadan, belə effektivlikdən aşağı tiyələri daha çox sevir, bu 140-a. Amma ümumilikdə belə müqayisədə, təbii ki, bu biraz uduzdur, biraz. Bu mənim şəxsi fikrimdir. Ola bilsin ki, kiminsə başqa bir fikirləri olar. Amma qiymətdə müqayisə etsək, təbii ki, bu qiymətdə bahadır. Müller Rokka. Gəlirik Game Changer'a. Game Changer Kanada istehsalı, deməli kifayət qədər 140-an bu belə deyək qruplarda tanınmış bir 140-andır. Bu yaxınlarda həm Orxan abi dedi ki, bəs nəcəb sən battle etmirsən, deyəm nə battle, misal üçün Müller Rokka və Game Changer etdim, çox sağ olsun məsləhətinə görə. Üstə gəl, çox bu yaxın keçmişdə dünən deyəsən Rəhman abi ilə yazışdım. Rəhman abiyə buradan salamlar. You miss out yazıb mənə axırda Rəhman bu Game Changer'ın biz müzakirə edirdik. Həqiqətən də yoldaşlar, elə bil ki
qızıl orta, yəni ki bir bloger var, Rus bloger Grigori, ona böyük bir hörmətim var. Grigori, приветствую. O qəşəng bir söz demişdi. Yəni sadə, yəni bütün hallarda həmişə performansı kifayət qədər yaxşı, yəni praktik bir üz qırxandır. Yəni baxmır, istər gündəlik tiraj üçün, istər uzun saqqal üçün, yəni gedir. Buradan bunun bu belə deyək, bu deşiklər hansı ki köpüyü kənarlaşdırır, kifayət qədər böyükdür. Burada yoxdur onlar ümumiyyətlə, bilmirəm necəsə bu böyürlərdən. Düz deyə o demək deyil ki bu tıxılır, tıxılmadı 3 günlük saqqalda, amma yenə də mənim gözümdə daha yaxşı performans bu Game Changer gör. Həm komfortlu idi. Düzdür, buranı mən özüm kəsdim. Görsün qanadı biraz. Buranı mən özüm kəsdim. Kənarı ilə biraz ehtiyatı əldən verdim. Tələsdiyimə görə oldu. Üstəgəldə bu sərhəti saxlamaq söhbətində nə isə bir sözlə, yəni ki, öz günahımdır. Yəni ki, üz qırxanın bir günahı yoxdur. Komfortludur. Çox komfortludur. Üzdə və çapıqlar minimumdur. Deməli, Game Changer tərəfində bircə bu çapıq hansı ki özüm saldım, yəni ki əlim biraz nəysə. Müqayisə edəndə komfortludur, üstəgəl nəticə olaraq eyni nəticədir. Ümumiyyətlə hiss olunmadı burada. Üstəgəl Rəhman abi dedi ki, Vizamed Game Changer best belə deyək də bir-birlərini məhk elədilər, yəni ki tamamladılar. Vizamed tiyələr və Game Changer. Amma onu da qeyd edim ki, Game Changer yəni ki bir çox tiyələrlə normal performans göstərir. Deməli, bu müqayisədə, başa-baş müqayisədə Game Changer utdu. Game Changer 84 biltəyinə. Burada nə qədər diqqət bilmirəm. Üzürlü sayın. Tapsam bəlkə hansı bir tərəflərdə burada qeyd eləyərəm. Müller Rokanın qəp haqda. Bəlkə də bizim Müller Roka haqda ayrı videolarımız var. Orada o məlumatı tapa bilərsiniz, baxsanız. Amma mənim yadımda əzbərdən qalmır. Üzürlü sayın. Beləliklə bu qədər. Bu məqamda mən sizinlə sağollaşıram. Sağ olun. İnşallah gələn görüşlərə dək. Sağ olun.